Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin mərkəzində Ağsaray Şallıq evinin yaxınlığında 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 3 otaq təmirli evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Bura evin, mənzilin daha doğrusu giriş qapısıdır. 3-cü mərtəbədə yerləşir giriş. Bura dəhliz hissəsidir. Gördüyünüz kimi bura dəhlizdir. Bir də kənardan göstəreyim. Giriş qapısının sağ tərəfində qonaq otağı yerləşir. Qonaq otağı, yəni 2 dənə qonaq otağısı var. Yəni ikisindən birini qonaq otağı kimi istifadə edib, birini də ki, yataq otağı kimi istifadə etməklə və əlavə də yataq otağı var, 3-cü yataq otağı. Gördüyünüz kimi ev təmirlidir. Döşəmə hissəsi laminatdır. Buyurun, baxın. Daş binadır. Biraz evdə tör-töküntü olduğuna görə nəzərə alın. Yəni köçlə əlaqədar olaraq mebellər hamısı boşaldılıb. Buradan daxil oluruq, otaqdan daxil oluruq eyvana. Eyvan bağlı eyvandır. Burada Ağsaray Şallıq sarayda görünür, gördüyünüz kimi. Şkaf da quraşdırılıb burada. Evin tamiri yaxşı vəziyyətdədir. Çıxırıq dəhlizə və dəhlizdə sanitar qovşağa baxış keçirdirik. Birinci növbədə hamama baxırıq. Demək, burada xruşovka olsa da evin sahibi tərəfindən sanitar qovşaq, hamam, yəni ki, bir də ayrı-ayrıdır hər ikisi. Bura gördüyünüz kimi hamam hissəsidir. Kafil metlaq və sanitar qovşağı da baxış keçidirik. Buyurun, baxın. Tam təmirlidir. Və dəhlizdən daxil oluruq mətbəxə. Mətbəx çəkilib qabağa. Gördüyünüz kimi böyüdülüb. Əslində bu hissədən, yəni bu hissəyə qədər olub mətbəx və bu hissə isə artırılmadır. Yəni böyüdülüb. Mətbəx mebelləri qalır və bəzi əşyalar danışıq əsasında qalacaqdır. Buradan daxil olur dəhlizdən böyük qonaq otağına. Burada da balkon, eyvan yerləşib. Vaxtı ikən bu hissə eyvana giriş olub, açıblar. Mətbəxin arasını açılıb və təmiri də yaxşıdır, gördüyünüz kimi. Və daxil oluruq yataq otağına. Yataq otağında aboylar dəyişilməlidir. Bir daha təkrarlayım, ev yerləşir Biləcəri qəsəbəsinin mərkəzində. Ağsaray Şallıq evinin düz yanında marşrutlardan 92, 91 nömrəli marşrut keçir və 202 nömrəli marşrut da Azadlıq metrosu Gənclik və Nərimanova gedir. 5 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Təmiri yaxşıdır. Otaqlar demək 3 otaqdan ibarətdir. Sanitar qovşaqla hamam ayrı-ayrıdır. Hörmətli izləyicilər, bu evin ilkin qiyməti 120.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirik, Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilin. Əlaqə nömrəsi 055 511 0502. Dövlətin istilik sistemi, yəni ki, mərkəzi istilik sistemində var, kondisioner də satışdan sonra qalacaq. Çox sağ olun, təşəkkürlər bizə görə.